Sagan. Salam dostlar, Technotime kanalına xoş gəldiniz. Bugün sizə Tuplink Wi-Fi-nın oğurlanmamasını göstərəcəm. Bunun üçün əvvəlcə Google-da girməliyik. Google Chrome-da olmaz, ancaq internetə girməliyik. Burada internet axtarış yerində 192.168.1.1-ə giririk. Sonra burada username password, usernamaya da admin, parola da admin yazırıq. Yəni sonra belə bir şey gələcək. Burada interface setup var. Ona giririk. Sonra buradan wireless var. Wireless'ini də basırıq üstündən. Sonra burada əvvəlcə burada access point yazılan yerdə bu aktiv olmalıdır. Sonra burada USVP'da isə bu yes yox no. Yox, yes yox no olmalıdır. USVP'si sonra buradan save edirik. Buradan save edirik və bəli, indi heç kim kodu qıra bilməyəcək, əgər onu dəyişməsəniz. Burada